Fussilet Suresi. Rəhman və Rəhim Allahın adıyla. Bismillahirrahmanirrahim. Hamim. Rəhman və Rəhim nazil eləmiş bu kitabı. Ayələri anlayanlar üçün ərəbcə Qur'an olaraq birər-birər açıqlanan kitabdır bu. Müjdə verir, xəbərdarlıq eləyir. Bundan üç çevirmiş əksər adamlar eşitməz olmuşlar haqq kəlamını. Bağlıdır ürəyimiz sənin çağırdığına. Ağırlıq var qulaqlarımızda, pərdə var səninlə aramızda. Sən öz işində ol, biz də öz işimizdəyik, dedilər. De ki, mən də sizin kimi bir bəşərəm sadəcə. Mənə vəhiy olunur, Tanrınız tək Tanrıdır. Ona doğru düzəlin, ondan məğfirət diləyin. Vay halına müşriklərin, zəkat verməz onlar. Məhz onlardır axirəti dananlar. O kəslər ki, iman gətiriblər, salih işlər görüblər, əyərsiz, əksiksiz bir əcir gözləyir onları. De ki, yeri 2 gündə bazar və bazar ertəsi yaradanı mı danırsınız? Ona mı şəriklər qoşursunuz? Aləmlərin Rəbbidir o, möhkəm duran dağlar qurdu yer üzündə. Bol sulu, sərvətli, bərəkətli elədi yer üzünü və 4 günün çərşənbə axşamı, çərşənbə tamamında paylaşdırdı yer üzünün yetirdiyi qidaları ruzi istəyənlər üçün. Sonra göyə yönəldi. Dumandı, buxardı göy. Göyə, yerə gəlin mənim buyruğuma könüllü ya könülsüz dedi. Könüllü gəldik dedilər. 2 günün içində cümə axşamı cümə göyü 7 elədi. Hər göyə öz işini vəhy ilə bildirdi o. Ulduzlarla bəzədik yaxın göyü. Şeytanın şərrindən qoruduq onu. Belə qərar vermişdi güclü olan, hər şeyi bilən Allah. Haqdan üz döndərsələr, de ki, Ad və Səmud qövmünü məhv eləmiş. İldırıma bənzər bəlanın sizin də başınıza gələcəyini artıq xəbər verdim sizə. Elçilər keçmişdilər onların qabağından, dalından. Demişdilər, təkcə Allaha ibadət eləyin. Rəbbimiz diləsəydi, əgər mələkləri göndərərdi bizə. Sizinlə göndəriləni biz danırıq demişdi onlar. Ad qövmünə gəlincə yer üzündə haqsız yerə təkəbbürlük etmişdilər. Demişdilər, kimdir bizdən güclü olan? Onları yaradan Allahın özlərindən daha güclü olduğunu bilmirdilər, deyilmi? Ayələrimizi danırdılar beləcə. Güclü bir qasırğa göndərdik, nəhs günlərdə üstlərinə. Göndərdik ki, bu dünya həyatında rəzillik əzabını dadızdıraq onlara. Axirət əzabısa daha çox alçaldıcıdır. Yardım eləməzlər onlara. Səmud qövmünə gəlincə isə biz onlara doğru yolu göstərmişdik.
Gəlməkdənsə doğru yola kör olmağı daha üstün tutdular. Qazandığı günahlara görə alçaldıcı əzabın ildırımı vurdu onları. Xilas elədik iman gətirənləri, Allahdan çəkinənləri. Allahın düşmənlərini o gün yığıb bir yerə cəhənnəmə sürərlər. Çatdılarmı oraya? Onların gördükləri işlər barədə qulaqları, gözləri və dəriləri şəhadət verər. Dərilərinə deyərlər, niyə əleyhimizə şəhadət verirsiniz? Bizi Allah danışdırdı, hər şeyi dindirmiş o. Sizi ilk dəfə yaradan da odur. Onun dərgahına dönəcəksiniz axırı deyər dərilər. Gördüyünüz pis işlərdən əl çəkmirdiniz ki, qulaqlarınız, gözləriniz, dərləriniz də əleyhinizə şəhadət verməyəydilər. Elə bilirdiniz, elədiyinizin çoxundan xəbəri yox Allahın. Rəbbinizin haqqında bu zənnə görə məhv elədi sizi o. İtkiyə uğrayanların cərgəsində oldunuz. İstər səbr eləsinlər, istər eləməsinlər. Artıq od içidir yeri onların. İstəsələr də onlardan razı qalalar alınmaz. Onlara şeytanları dostlar elədik. Bərbəzəkli göstərdilər onlara dünyanın və ahirətin işlərini. Cinlərin və insanların öncəki nəsillərinə verilmiş olan o vəd onlara da haqq oldu. İtkiyə uğradılar. Kafirlər dedilər, bu Qurana qulaq asmayın. Oxunurkən boş-boş sözlər danışın. Səsinizi qaldırın, bəlkə üstün gələsiz, oxuyanın səsini kəsəsiz. Şiddətli bir əzab datdıracağıq kafirlərə. Gördükləri işlərin ən pisinə qarşılıq olaraq verəcək cəzalarını. Cəhənnəmdir cəzası Allahın düşmənlərinin. Od içində əbədiyyət evi vardır onların. Kafirlər od içində dedilər, Rəbbimiz hansı cin, hansı insan azdırmış bizi, göstər, ayağımız altına alaq onu, alçaldaq onu. Rəbbimiz Allahdır deyəndən sonra doğru yolu tutanların yanına mələklər can almağa gələn zaman deyərlər, qorxub eləməyin, qəm qüssə də yeməyin. Sizə vəd verilən cənnətin müjdəsi ilə sevinin. Dünya həyatında da, axirət evində də biz sizə dost yoldaşı, ürəyinizdən nə keçirsə, meyliniz nə çəkirsə var orada sizdən ötürü. Bunların hamısına sizi qonaq eləyər, günahlardan keçən rəhim Allah. Allah yoluna çağıran, yararlı bir iş görən və mən özümü Allaha təslim edənlərdənəm söyləyəndən daha gözəl kim söz deyər? Yaxşılıqla pislik bir
deyil. Pisliyi daha gözəl xislət ilə dəf elə. Bir də baxarsan, düşmən kəsilən kəs yaxın bir dost olmuş sənə. Təkcə səbr yiyəsinə verilən vergidir. Təkcə böyük savab yiyəsinə verilən vergidir gözəl xislət. Yolundan çıxarmaq istəsə səni şeytan, sığın Allaha. Hər şeyi eşidən, hər işi bilən odur. Onun varlığının dəlillərindəndir gecə ilə gündüz, günəşlə ay. Nə günəşə, nə aya səcdə qılmayın. Allaha ibadət eləyirsinizsə, bunları yaradana səcdə qılın. Təkəbbürlük göstərsələr, üzülmə, bil, Rəbbinin dərgahında olan mələklər gecə-gündüz usanmadan öyərlər onu. Qupquru görürsən torpağı, bir də baxırsan su göndərdik üstünə. Canlandı, qabardı torpaq. Torpağa can verən Allah ölüləri də dirildəndir. Şübhəsiz, bu Allahın qüdrətinin dəlillərindəndir. Şübhəsiz hər şeyə qadirdir O.